Hocam indi Bu xunta çok rejimidir vacip. mi Tehran'da? Məsələn, Sepahın tam Yok. idarə etməni ələ aldığı bildirilir. Pezeşkiyanın, Qalibafın, Yani Araqçının proseslərdən yok. kənarda olduğu. Məsələn, Ankara'dan baxanda nə görünür? Algı necədir? Kimdir İranı yöneten? Şəxs, Yani şəxslər, qruplar? Ankara'dan bakmak meselesi değil. Hardan isteseniz baksanız da toparlanma mümkündür mü sualı ortaya çıkır burada klasik manada. Bəli, müəyyən mənada mümkündür deyə bilərik. Xüsusilə təhlükəsizlik strukturları, o siz də ifadə etdiniz. İslam İnqilabı Keşikçiləri Korpusu hələ də sistemin əsas dayağı olaraq qalır. İran devləti hələ ki çökmüş vəziyyətdə deyil və bunu bir realist şəkildə qəbul etmək lazımdır. Yəni bu mütəxəssis olaraq baxıram. Yəni Türkiyədə də otursam, Amerikada da, Moskvada da mütəxəssis fərqli baxır. O propaganda analizi və yaxud kendi reyting almaq üçün məsələ deyil. Biz burada reyting üçün çalışmırıq. Təbii. İnanıram ki, siz də onu istəmirsiniz. Eynən hocam. Analitiklər də hesab edir ki, sistemin təhlükəsizlik aparatı hələlik daxili dağılmanın qarşısını almaq gücündədir. Yəni bunu bilirik. Amma digər tərəfdən mən düşünürəm ki, strateji baxımdan İran əvvəlki İran deyil. Bu da görsənir də açıq şəkildə. Regionda müqavimət belə deyək də, gücü, oxu zəifliyib. Bu da görsənir açıq şəkildə, əvvəlki deyil. İqtisadi yük artır, bu da ortadadır, maliyyətini görürük. Gənc nəsil ilə rejim arasında uçurum dərinləşir və daha da dərinləşəcək. Və milli etnik məsələlər də daha həssas və daha necə deyəlim, daha dərin xarakter almağa başlayır. Bu səbəbdən yaxın illərdə İran anidən çöküşdən çox tədrici zəifləmə və daxili aşınma modeli daha real olduğunu söyləyə bilirim. Yəni bu çox ciddi məsələlərdən biri. Ən böyük risk də odur ki, uzun müddətli qeyri sabitlik İranı və belə deyək, İran devlet olarak hem tam güçlü devlet ne de tam çökmüş sistemde vəziyyətdə saxlasın. Yani uzun müddətli qeyri-sabitlik İran için fəlakətdir. Yani nəzarət olunan ama davamlı böhran yaşayan bir İran modeli ortaya çıkabilir. Ama bu da çok değil. Yani bu ise region için hem de komşu devletler için uzun müddetli təhlükəsizlik problemi yaradır ki, burada da biz şey görecek. Yani devletlerin bir an önce bu rejimin ortadan kalkmasını istemesi olacak. Çünkü sürekli mütemadiyen risk içerisinde kimse yaşamak istemez. Problemlerle de kimse karşı karşı olmak istemez. Hatta İran müttefikleri bile. Tabii. Tabii. Çok maraqlı bir yanaşmadır. İran bir şəkildə öz içərisində dəyişir, dəyişmək üzrədir. İnqilabdan sonraki proses artıq bir şəkildə, yəni həm ideoloji, həm sosioloji mənada İran dəyişir və sizin də söylədiyiniz kimi bu dəyişik davam edəcək. Tural hocam, Azərbaycan bilirik ki, İran məsələsində kifayət qədər həssasdır. Türkiyənin həssasiyyəti bəlkə elə Azərbaycandan daha artıqdır. Biz bunu bir neçə dəfə sizinlə də bizim efirlərimizdə, həm Tural masasında, həm Qırmızı masada müzakirə etmişik. Ankara'nın yanaşmasında yeni hansısa nüanslar varmı? Çünki biz savaş başlayanda Azərbaycan cəmiyyəti üçün bəzi məqamlarda çox anlaşılmaz bir proses başladı sanki. Niyə bunu ifadə edirəm? Çünki biz Ermənistanın dostu olan İrana, Amerika Birləşmiş Ştatlarının və İsrailin hücumlarını görürdük buradan. Türkiyə isə fərqli yanaşırdı bu məsələyə. Özünün var olduğu regiona, Qərbin və hər cəbhədə faktiki olaraq qarşı-qarşıya olduğu İsrailin müdaxiləsini görürüz və təbii ki, yanaşmalarda ciddi fərqlər olacaqdır. Amma yavaş-yavaş
o dövlət ağlı ilə yanaşma, yavaş-yavaş o müzakirə mühitləri, eyni zamanda bu propaganda bizim mövqelərimizi kifayət qədər yaxınlaşdırır. Bəzi məqamlarda yenə də təbii ki, özellikle İsrail ilə bağlı məsələlərdə ayrımçılıq var, amma bütün hallarda yavaş-yavaş biz Türkiyənin niyə İranı bu şəkildə müdafiə etdiyi məsələsini anlamağa başladıq. İndi Azərbaycanla sizcə Türkiyə arasında İran məsələsində böyük bir açıq görünürmü? Çünki bəzən Azərbaycanda da özellikle İran tərəfdarları bunu ifadə edirlər. Türkiyə tərəfdən də bunu ifadə edən şəxslər var. Bunların içərisində ən müxtəlif qruplaşmalar var. Mən istəyirdim sizdən bir yorum alın bununla bağlı. Çox sağ olun Aygün xanım. Bilirsiniz necədir vəziyyət? Biz əsas etibarı ilə bu məsələdə sosial şəbəkələri, oradaki tırnak arası politolog ve analitiklerin, internet üzerinden bir iki şey okuyup yorum yazanların fikirlerinden daha çok karşılaşılır. Esas mesele devletler arası münasebetlerde bunlar değil. Yani sosyal şebekeler sadece insanlar arasında hissiyat yaratır, görüntü yaratır. Ama ben ilk günden demişim, sizden de danışanda dedim. Açık deyim ki Azerbaycan'la Türkiye arasında İran meselesinde stratejik şekilde ciddi fikir ayrılığı olduğunu düşünmürəm ve görmedim. Sadece yanaşma farkları var ve bu da tamamıyla tabidir, normaldir. Çünkü Ankara ile Bakı'nın İran'la bağlı tehlikesizlik hesaplamaları eyni olsa da coğrafi, iqtisadi, regional məsuliyyət parametrləri fərqlidir. Devletler emosiyalarına yox, risk hesaplamaları ilə hərəkət edir və etməlidir. İnsanlar emosiyalarla hərəkət edir. Devlet değil. Yani biz mütəxəssislər də normal şekilde bazen Azerbaycan'da xüsusilə bu mütəxəssissəm dediğin zaman herkes narahat olur. Biz çünkü biz illerimizi verdik ama biri çıkıp yanlış, çok özür istiyorum. Yani herkese ait değil ama bu da modadır. Hiç sahası değil, ihtisası değil, mövzunu bilmir. Yani aidiyatı yok. İnternetten, süni intellekten istifade eder, düşünür ki bitti. Bu her şeyi bilir ve bu başlayır özünü politolog olarak tanıtmaya ve hadiseleri açıklatmaya. Çok üzür istedim buna göre Aygün Hanım. Ben sizin programlara ve bazı dostların programlarında büyük memnuniyetle çıkırım. Çünkü karşımda profesyonel olan da daha rahat olur. Diletantlarla danışmak problemlidir. Çünkü inandırım sizi, insan ne kadar cahildirse o kadar her şeyi bildiğine inanır. Ben böyle ihtiyat ederim ki ben sizden danışanda neye doğru dedim, neye doğru demedim. Estağfurullah hocam. Böyle olabilir. İhtimal buna getirip çıkar bir de. Çünkü mütexessis ağaç birisi zaten var getirende başa aşağı düşer ve mütevazi olması lazım. Ama ben bunu dedim sabah böyle olacak. Ora bitti, bura dağıldı. Böyle olmuyor. Yani mümkün değil. Bugün İran'ı söyleyebilirik ama sabah İran'la bir mesele üzerinde dost kimi tırnak arasında derim davranabilirsin. Veya Türkiye ile Azerbaycan arasında problemler yaranmadı mı? Yok mu? Cemiyetlerin içinde böyle müftelif o siz de dediniz. Azerbaycan'da İrancılar, inandırım siz Türkiye'de de İrancılar var. Bəli. Baktığınız zaman mezhepsel olarak farklı olsa da ama o İsrail'e nifret, Amerika'ya nifret bazen o mezhepsel mübarizeni böyle arka plana atır. Öne çıkardır. Yani tırnak arası dostluğu öne çıkarır. Ama bunlar geçicidir. Ve Azerbaycan cemiyetinde müəyyən mərhələdə de böyle bir emosyonel yanaşma yarandı ki İran uzun iller Ermenistan'a yakın siyaset yürüttü. O halde niye İsrail almış təzyiqlerine karşı müdafi olunur? Bu emosyonel bakımdan anlaşılır. Yani anlayabiliriz. Ama devlet siyaseti daha mürekkeptir. Yani Türkiye meseleye yalnız İran rejimi prizmasından bakmayacak. Ankara için esas mesele regionda nezaretsiz böhran, devlet dağılması ve yeni kaos dalgasının
yaranmamasıdır. Bu Azərbaycan üçün də önəmli. Mən düşünürəm Çox Azərbaycan da doğru. belə baxır. Türkiye çok yaxşı anlayır ki, İran kimi büyük ve mürekkep bir devletin destabilizasiyası tekçe İran'ın problemi olmayacak. Ve problemi de değil. Bu proses sərhəd təhlükəsizliyindən tutmuş, migrasiya akımına kadar, PKK meselesinden tutmuş, enerji, logistika xətlərinə kadar bütün regiona təsir edecek. Bu ciddi mesele. Yani Ankara, İran rejimini sevdiği için yok. Bölgede büyük geosiyasi zelzele istemediği için daha ihtiyatlı mevcut. Bunu Azerbaycan rehberliği bilir. Çünkü istişaremiz var, müzakerelerimiz var bu yıl.